Sabahınız xeyir olsun. Bir 10-cu sinif şagirdi düşünün. Aylardır hazırlığa gedir ingilis dilindən. Valideyn müəyyən ödəniş edir. Bundan sonra 3 ay müddətində IELTS hazırlığı başlayır. Valideyn yenə ödəniş edir. Sonunda 500 manat ödəniş edilir. IELTS imtahan bileti əldə edilir. Bu müddət ərzində şagird sınav imtahanında iştirak etmir. Çünki valideyn ödənişsiz sınav imtahanı axtarır. Kurslara yazır, soruşur, ödənişsiz sınav imtahanı axtarır. Çox maraqlıdır. Bu belə olmamalıdır. Sınav imtahanları hazırlıq prosesinin əsas hissələrindən biridir. Bizə imtahan strategiyası ilə tanışlıq imkanı yaradır. Bizə vaxt idarə etməyi öyrədir. Bizə səhvlərimizi görməyi öyrədir. İmtahan heyecanını həll etməyi, idarə etməyi öyrədir və s. Bizdə kursumuzda olan sınav imtahanları kənar olan şagirdlər üçün ödənişlidir. Kursumuzun şagirdləri üçün ödənişsizdir. Diqqətiniz üçün təşəkkür edirəm.